Salam, hörmətli izləyicilər. Mən bugün sizinlə dana ətindən bozbaş bişirəcəm. Bunun üçün mən əti yumuşam. 2 baş soğan vuraraq ətə, üzərinə də stəkan yarım su tökərək qoymuşam ki, ət yumuşaq bişsin. Ət artıq pişmişdir, suyu da çəkilmişdir. İndi mən qazana 1 qaşıq yağ və tomat əlavə edirəm və qarışdırıram. Ətlə soğanı bir yerdə biraz qovururam. Əti tomatla, soğanla yaxşı qovurdum və çalışdım ki, soğan biraz da ərisin. İndi isə onun içərisinə biraz sarı kök, biraz pul biber vuraraq yaxşı qarışdırıram və eyni zamanda kartofunu da salıram və yenə qarışdırıram. Bu arada onu da deyim ki, mənim bu yeməkdə istifadə etdiyim ərzaqlar hamısı təbii, organik, özümün hazırladığı məhsullardır. Məsələn, pomidor, biber tomatıdır, yağ təbii inək yağıdır, özüm hazırlamışam və organik məhsullardır. İndi isə yeməyin suyunu tökərək qoyuram ki, kartoflar da yaxşı bişsin və duz da əlavə elədim. Bozbaşımız artıq hazır oldu. Mən onun üzərinə kişniş səpərək servis edirəm. Yiyəcək və hazırlayacaq hər kəsə nuş olsun. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın.